Məhkəmə təcrübəsi istər vəkil olaraq çıxdığınız məhkəmə iclas zallarında təmsil edici şəxslərin hüquqlarının müdafiəsi zamanı, istər mənim aspektimdən yanaşanda bu mənim üçün ən ümdə olan bir, belə deyək, həyatımda paraqrafdır. Niyə? 10 ilə yaxın məhkəmədə işləmişəm, 10 ildən biraz çox. Orada gördüklərim, öyrəndiklərim, mən məhkəmədə işləyəndə hələ bir dövrdə 2020-2021-ci illər dövründə həm müharibə gedirdi, həm də pandemiya idi. Bilsiz nə qədər problemlər yaşadıq biz məhkəmədə. Çünki gələn gedən vətəndaşlar inzibati icraatdır. Elə bil ki, ön cəbhədə əsgərlər isə arxa cəbhədə biz idik. Biz də burada vətəndaşların keşiyində dururduq. Vəkilliyə qədəm qoyandan sonra da orada öyrəndiklərim, məhkəmədə öyrəndiklərim mənə vəkillikdə çox kömək olur, çox dayaq olur. Və bunu yaxşı səmtdə vətəndaşların, təmsil etdiyim şəxslərin hüquqlarının müdafiəsi istiqamətində çox gözəl istifadə edirəm və təyinatına uyğun istifadə edirəm. Bu mənim üçün vəkil olaraq mənim mühakimə gücümdə çox bəlirləyici, fundamental rol oynayır.